Salam, hər vaxtınız xeyir olsun. Dəyərli həmkarlar, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün sertifikasiyanın müsahibə mərhələsində ballar necə hesablanır, keçid balı necə olur, hansı suallara cavab versək, hansı bal ala bilərik tipli suallara cavab verəcəm. İlk olaraq sertifikasiyanın müsahibə mərhələsində minimum keçid balı 20 bal, maksimum keçid balı 40 baldır. Biz hansı proseslərdən keçsək, hansı suallara doğru cavab versək, müsahibə bizim üçün uğurlu olar. İlk öncə şəkildən gördüyümüz kimi ünsiyyət bacarığıdır. Meyar olaraq, meyar balı hər proses üçün 4 bal nəzərdə tutulub. 4 bal nəzərdə tutulub. Əgər ünsiyyət bacarığımızı yoxlayacaqlarsa, bu mərhələdə bu 1-ə vurulacaq. Yəni toplam ünsiyyət bacarığımızı açıq, anlaşılan dildə danışsaq, nitqimiz gözəl olsa, 4 bal bu mərhələdən almış olacağıq. Ünsiyyət bacarığı 4 balla dəyərləndirilir. Keçək ikinci mərhələyə. Pedaqoji prosesi təşkil etmə bacarığı. Pedaqoji prosesi təşkil etmə bacarığı. Bunun da meyar balı 4 baldır. Amma ümumi olaraq pedaqoji prosesin təşkil etmə bacarığı burada dərs prosesindən təlim-tərbiyə, şagirdin inkişafı, şagirdlərlə əməkdaşlıq, tədris mühitinin təşkil olunması bu prosesdə təşkil olunduğuna görə ümumi olaraq pedaqoji prosesin təşkil etmə bacarığı 4 vurulsun 2 olacaq 8 bal. Yəni bu mərhələ bizə neçə bal verir? 8 bal verir. Sonra keçək növbəti mərhələ, özünü təqdim etmə bacarığı. Əsas bu mərhələdə inamlı danışmaq, bilik və bacarığımızı vurğulamaq, hansı uğurlarımız varsa onları qeyd edirik. Bu mərhələdə də meyar balı 4-dür və yaxşı olar ki, bu mərhələni daha yüksək səviyyədə hazırlaşın ki, özünü təqdim etmə daha yaxşı olarsa, 8 balda bu mərhələdən almış olarıq. Deməli, 8 balda bu mərhələ bizə verir. Nitqimiz gözəl olarsa, özümüzü təqdim etmə yaxşı olarsa, ünsiyyətlə özünü təqdim etmə toplam 12 bal eləyəcək. Sonra gəlir proqram üzrə mövzunu təşkil etmə. Bəli, burada əsas məsələ nədir? Mövzunu təqdim etmə, sonra şagirdlərin qiymətləndirilməsi, dərs prosesinin ardıcılığının təşkil olunması, hamısı bu mərhələyə aiddir deyə. Bunun da meyar balı 4-dür və yüksək təqdim olunarsa 4 vurulsun 3, 12 balla dəyərləndirilir. Yəni mövzunu daha mükəmməl təşkil edib təqdim etsək, 12 bal bu mərhələdən qazanmış olacağıq. Bu əsasən icmalların düzgün yazılması, alt standartın mövzuya uyğun təyin olunması, alt standartın təlim nəticəsi bu mərhələdə tələb olunan proses olacaq. Sonra gəlir təhsil alanlarda qiymətləndirmə bacarığı. Təhsil alanı, yəni ümumi olaraq şagirdlərin dəyərləndirilməsi. Düzdür, bu mövzunu təqdim etmədə də bu mərhələyə toxuna bilərlər. Fərdi olaraq da təhsil alanların qiymətləndirmə bacarığı, qiymətləndirmə ilə də bağlı əlavə sorğu-sual ola bilər. Bu mərhələdə, yəni meyar balı 4-dür və qiymətləndirmə də 2-yə vurulur. Olur 8 bal. Toplam ümumilikdə bu mərhələ 40 bal üçün dəyərləndirilir. Ümumi olaraq ünsiyyət bacarığı 4 bal. Sonra özünü təqdim etmə 8 bal. Mövzunu təqdim etmə 12 bal. Pedaqoji prosesin təşkil olunması
8 bal, qiymətləndirmə 8 bal. Toplam 40 bal. Müsahibə mərhələsi bu proseslə yekunlaşır. Yəni, özümüzü normal təqdim etsək, burada ünsiyyət bacarığında yoxlanılır 12 bal və sonra növbəti mərhələdə digər bir suala cavab versək, müsahibəmiz uğurlu hesab olunacaq. Bəzi suallar olur ki, biz burada qiymətləndirmə ilə bağlı suallara cavab verməsək, bizim müsahibəmiz necə olacaq? Çalışın ki, 5 meyar qoyulubsa, o 5 meyarın minimum tələblərinə cavab verəsiniz ki, müsahibəmiz uğurlu olsun. Deyək ki, ünsiyyət bacarığınız yaxşıdır, özünü təqdim etmək yaxşıdır, amma qiymətləndirmədə çətinlik çəkirsə, bu zaman müsahibəmiz uğursuz olacaq. Çalışın bu 5 meyarın 5-nə də əməl edin, müsahibədə hər birinizə uğurlar arzulayıram. Bundan əlavə olaraq, müsahibə mərhələsi üçün bizim kitabımız, vəsaitimiz mövcuddur. Vəsaitimiz bütün mərhələni əhatə edir. İstəyir MİQ və istəyir sertifikasiya müsahibə mərhələsində hazırlaşan bütün ixtisas müəllimləri üçün nəzərdə tutulub. Burada özünü təqdim etmədən psixoloji suallar, pedaqoji prosesin təşkil olunması, sizə lazım olan bütün tip suallar və sualların cavabları yer almaqdadır. Vəsaitimizi Bakı şəhərindən əldə edə bilərsiniz. Bölgələrə çatdırılma post vasitəsiyləndir. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq kitab haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Eyni zamanda da əgər müsahibə mərhələsinə hazırlaşmaq istəyirsinizsə, bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında da əlavə məlumat əldə edə bilərsiniz. Sağ olun, bu mərhələdə hər birinizə uğurlar.